Odunlarımızı o davamlı çərpinin üzərinə yığdıq. İndi isə bonqa ateş tutuşturucu gedir adı. Onu istifadə edəcəyik. Yanmanı sizə göstərəcəm. Gördüyünüz kimi mum formasında çox rahatlıqla alışdı. Bunun üzərini çox da qapatmaq lazım deyil. Rahat yanması üçün. Yəni biri ilə rahat odun sobasını, bir ədədlə rahat odun sobasını yandıracağıq. Həmçinin samavarı da bonqa vasitəsilə alışdıracağıq.